Bu uzun yollar hər bir insanı bir ünvana aparır. Biz də elə bu yolların izi ilə Azərbaycandan ayrılaraq qardaş Türkiyə torpaqlarına üz tutmuşuq. Bu torpaqlarda dayanacağımız ilk ünvan isə şəhərlərin sultanı olan tarixi İstanbuldur. İstanbul haqqında saatlarla danışsaq da nə biz yorlarıq, nə də bizi dinləyən sizlər. Çünki zəngin mədəniyyət xəzinəsi adlandırılan şəhərin çoxlarına bəlli olmayan saysız-hesabsız tarixi gözəllikləri mövcuddur. Bu zənginlik keçmişlə bugün arasında qırılmayan bağ və təməlləri çox möhkəm qoyulmuş bir körpüdür. Bütün bunlar belə deməyə əsas verir ki, İstanbul dünyanın 7 ən gözəl şəhərindən biridir. Bu şəhər tarixi keçmişi ilə, sirli əfsanələri ilə bugün də onu seyr edənləri heyran edir. Şəhərlərin sultanı, sultanların şəhəri adlandırılan İstanbulun tarixi 300 min illik bir zaman əks etdirir. Bunu daha dolğun şəkildə ispat edən Küçük Çəkməcə gölü kənarında, Yarımburgaz mağarasında aparılan qazıntılar oldu. Nəticədə ilk insan mədəniyyətinə aid izlər buradan tapıldı. Beləliklə, bugün mədəniyyətlərin beşiyi olan, müasirliyin və sivilizasiyanın ən qaynar nöqtəsinə çevrilən İstanbulun tarixi məhz buradan başlayır. Ümidvarıq ki, bugünədək görmədiyiniz, eşitmədiyiniz çox şeyə bugün şahid olacaqsınız. Doğrudur, bu şəhəri gəzib dolaşmaq üçün ayları, illəri geridə buraxmalısan. Çünki əsrləri geridə qoyaraq tarixin acı və şanlı səhifələrinə şahid olmuş İstanbulun gəzməli görməli yerləri saysız-hesabsızdır. Belə yerlərdən biri də bir tərəfində Marmara, digər bir tərəfində Boğaz və əsrarəngiz Haliçin gözəl mənzərəsini canlandıran tarixi bir yarımadada yerləşən Qalata qülləsidir. Qalata qülləsi əsrarəngiz Haliç sularının sahilindən 225 metr aralıda, dəniz səviyyəsindən 35 metr yüksəklikdə yerləşir. Bu tarixi 8 əsrlik Qalata qülləsi 1384-cü ildə Bizanslılar tərəfindən inşa olundu. O inşa olunduqda əsas məqsəd ölkəyə gələn düşmənləri yaxından görmək, onların ölkəyə gəlməsinin qarşısını almaqdan ibarət idi. Ancaq qısa bir zamanda qalanın tikilmə məqsədi, qalanın məramı dəyişdi. Bir müddət astronomik məqsədlə qala istifadə olundu. Daha sonra qalanın tarixi o qədər yadda qalan hadisələrlə zənginləşdi ki, birdən-birə adı dillər əzbəri oldu. Elə isə gəlin birlikdə dillər əzbəri olan Qalata qülləsinə birlikdə səyahət edək. İnşası zamanı fərqli memarlıq nümunələri əsas götürülərək qalanın hər bir mərtəbəsi fərqli tərzdə tikilir. Hətta pəncərələrdən tutmuş tavana dək heç bir şey bir-birinə zərrə qədər də olsun bənzəmir. Bu qalanın belə özünə məxsus bir ideya ilə kimin tərəfindən inşa olunduğu dəqiq bilinmədiyindən, onun tikintisi haqqında bir çox maraqlı rəvayətlər mövcuddur. Deyilənə görə bu qalanı Roma imperatorlarından biri olan Olyizus 507-ci ildə bir fənər qalası olaraq inşa etdirib. Sual oluna bilər ki, niyə qüllənin adı məhz Qalata qülləsi adlandırılıb? Deyilənə görə Qalata adı qabda süd mənasını daşıyan qala sözündən götürülüb. Digər bir fərziyyə əsasən Qalata adı İtalyan dilinin Cenova ləhcəsində yoxuş mənasında səslənir. Doğrusu, bugün bu qalanın yerləşdiyi ərazinin yüksəkdə olması və ətrafdakı məhəllələrdə tarixi İtalyan tacirlərinin yaşaması, evlərin də yoxuşda yerləşməsi qalanın adının İtalyan sözü olduğunu daha dəqiq şəkildə ispat edir. Yüksəkliyi 56 metr olan qalaya giriş 10 pilləkənli qapıdandır. Ancaq deyilənə görə qalanın yeraltı keçidləri də mövcuddur. Qalata qülləsinin daxilində
2 qapı var. Bu qapılar vasitəsilə 1-ci mərtəbədən 9-cu mərtəbəyə qalxmaq üçün düz 146 pilləni qət etmək lazımdır. Doğrudur, bugün qalanın bu pillələrindən istifadəyə icazə verilmir. Bunun əsas səbəbini soruşanda isə bizə belə cavab verdilər ki, qalaya gün ərzində yüzlərlə turist gəlir. Əgər bu turistlər pilləkənlərdən istifadə etsələr, o zaman qalanın ömrü tam yarıyadək azalmış olar. Bu səbəbdən də qalaya müasir lift yerləşdirilib. Amma bu qaldırıcı lift insanlara xidmətdə çətinlik çəkir. Əgər belə olmasaydı, qalanın ən yüksək mərtəbəsində olan turistlər saatlarla sakit və təbəssümlə bu qədər bir-birinin üzünə baxmazdılar. Yox, elə düşünməyin ki, bura gələn turistlər baxmağa bir məkan tapmırlar. Tam əksinə, qala elə inşa olunub və günümüzə qədər elə qorunub saxlanılır ki, insan qalaya bir könüldən 1000 könülə aşiq olur. 4 metrlik qala divarları arasında bugün elə müasir bir ab-hava mövcuddur ki, bir anlıq qalada yox, müasir bir alış-veriş mərkəzində olduğunu zənn edirsən. Mətləbdən uzaqlaşmadan onu da deyək ki, Qalata qülləsi inşa olunduqdan sonra tarixi Osmanlı İmperiyasının hakimiyyətinin əldən ələ keçməsi ona da müəyyən təsir göstərdi. Hətta qalanın diqqətdən kənarda qalmasına, ayrı-ayrı şəxslərin əlinə keçməsinə səbəb oldu. Fərqli məqsədlərlə istifadə olunaraq həm hərbi müşahidə qalası, həm də astronomik bir mərkəzə çevrildi. Bu qədər geniş maraq kəsb etməsindənmi, yoxsa hansısa gizli məqamlardan irəli gələrək hətta 1794-cü ildə 3-cü Səlim zamanı qala yandırıldı. Çoxları belə düşündü ki, artıq Qalata qülləsinin ömrü başa çatdı. Ancaq bu heç də belə olmadı. Yandırılan qala 2. Mahmud tərəfindən 1832-ci ildə yenidən inşa olundu. Ancaq Qalata qülləsinin başı bəlalar çəkməyə hələ də davam edirdi. Ona laqeyd olmayanlar biraz rahat nəfəs almışdılar ki, qalanın ən yüksək nöqtəsi 1875-ci ildə dənizdə baş verən fırtına zamanı dağıldı. Sonradan əvvəlki memarlıq nümunələrə əsas götürülərək qalanın keçmiş görünüşünü özünə qaytarmaq şərti ilə yenidən inşa işləri aparıldı. Nəhayət 1967-ci ildən tarixi abidə olaraq dövlət tərəfindən qorunmağa başlandı. Qalata qülləsi inşa olunduqdan sonra Cenevizlər və Bizanslar zamanında neçə hadisələrə şahid oldu. Amma deyilənə görə Qalata qülləsində baş verən ən maraqlı hadisə məşhur Hazərfan Əhməd Çələbinin adı ilə bağlıdır. Osmanlı zamanında, daha dəqiq desək, 17-ci əsrdə İstanbulda yaşamış və özünə düzəltdiyi qanatlarla uçmağı bacaran Hazərfan Əhməd Çələbi dünyada qanat çalıb uça bilən ilk insandır. Deyilənlərə və yazılanlara əsasən Hazərfan Əhməd Çələbi çox savadlı və bilikli bir insan olduğu üçün ona Hazərfan deyirdilər. Hazərfan sözünün mənası isə 1000 elmdən xəbərdar deməkdir. Deməli, Əhməd Çələbi 1000 elmin mahir bir bilicisi idi. O tək elmi və savadı ilə deyil, böyük cəsarəti ilə tarixə düşə bildi. 17-ci əsrdə dünyada ilk insan Əhməd Çələbi, Hazərfan Əhməd Çələbi məhz bu qalanın üstündən uçmuşdu. Özünə qanat düzəldən Əhməd Çələbi gördüyünüz bu yüksəklikdən boğazı keçərək digər bir tərəfə keçmişdi. Onun bu qaladan uçması qalaya çox böyük şöhrət gətirmişdi. Hətta bura gələn turistlərin sayı get-gedə artmışdı. Əhməd Çələbinin niyə görə uçması və niyə məhz bu qalanı seçməsinə gəlincə, o, Leonardo da Vinci'nin quşların uçuşu əsərindən təsirlənərək belə bir addım atır. Hazərfan Əhməd Çələbi bu qaladan uçduğu zaman özünü küləyin axınına buraxdı. Boğazı keçərək Anadolu yaxasındakı Üsküdar qalalarının üzərinə indi. Dünyada çox böyük bir sensasiya yaratmış bu hadisə Osmanlı hökmdarı 4-cü Muradı öncə çox məmnun etdi. Çünki bu hadisə ilə Osmanlı İmperiyasının adı dünyada çox tanındı. Ancaq daha sonra Sultan 4-cü Murad yanında çalışan şeyx tərəfindən örgədildi. Şeyxin sözləri ilə 4-cü Murad Hazərfan Əhməd Çələbiyə olan fikrini
tamamilə dəyişdi. Həzərfənd Əhməd Çələbi çox qısa bir müddətdən sonra İstanbuldan sürgün olunur. 31 yaşında sürgün olunduğu ölkədə vəfat edir. Düzdür, Əhməd Çələbi bugün həyatda olmasa da sözsüz ki, dünyada ilk dəfə uçmağı bacaran insan olaraq həm tarix səhifələrində yaşayır, həm də onun ruhu yenə də Qalata Kulləsindədir. Onu dəyərləndirən türk milləti də Həzərfan Əhməd Çələbinin ruhuna böyük bir ehtiram əlaməti olaraq Türkiyədəki ən önəmli hava limanlarından birinə Həzərfan adını verib. Bu zəngin tarix səhifəsinə çevrilən qalanı ziyarət edənlər, yerli və əcnəbi turistlər onun hələ əsrlər boyu olduğu kimi yaşayacağına inanır. Ancaq turistləri sevməyənlər isə həyəcan təbilini indidən çalırlar. Onlar deyir ki, qala tezliklə bağlansın, yoxsa ömrünün son günlərini yaşamalı olacaq. Doğrusu, bu fikri nə türklər, nə də ölkəyə gələn İtalyan turistləri heç də qəbul etmir. Türkiyədə Bizans İmparatorluğu hakimiyyətdə olduğu zaman ölkədə dünyanın bütün yerlərindən, bütün nöqtələrindən fərqli dinlərə, fərqli adət-ənənəyə malik olan insanlar yaşayırdılar. Belə insanlardan İtalyanlar da daha çox gördüyümüz bax bu ərazidə, Çanlıca təpəsində yaşayırdılar. Daha çox İtalyan turistlərin yaşadığı bu məhəllədə bugün də bu adət-ənənə hələ də davam edir. Gördüyünüz kimi ölkəyə gələn İtalyan turistləri yenə də Çanlıca təpəsini seçirlər. Tarixi bir İtalyan məhəlləsində yerləşən qalanı ziyarətə gələn turistlərin çoxu elə İtalyanlardır. Ata-babalarının vaxtı ilə yaşadığı bu məhəllələri ziyarət edən İtalyan turistləri qalada həm Türkiyənin göz oxşayan mənzərəsini seyr edir, həm də Qalatanın ən yüksək nöqtəsində yerləşən restoranda ləziz təamlardan dadırlar. Deyilənə görə dünyada yeganə tarixi qaladır ki, burada müasir restoran fəaliyyət göstərir. Bu restoranda can dərmanına qədər hər şeyi tapa bilərsiniz. Qalata Qulləsindən ayrılaraq üst tutduğumuz İstanbul küçələri ilə gəlib Haliç körpüsünə çatdıq. Haliç sularından, burada tutulan balıqlardan, Haliç körpüsündən ötən buraxılışlarımızda kifayət qədər danışmışdıq. Bu səbəbdən də təkrara yol vermədən yolumuza davam